1967-ci ildə Mən ki gözəl deyildim filminin birinci yaradıcı heyəti ilə Lənkəranda faciəli hadisə baş verdi. Həmin epizodda müharibə vaxtı bizim əsgərlər qayıqla üzür və ətrafda partlayışlar baş verməli idi. Birinci çəkiliş ərəfəsində biz pirotexniklərlə döyüşün təfsilatını, qamışlar arasından keçib gedəcək desant qayıqlar arasındakı 6 partlayışın hündürlüyünü, ölçülərini götür-qoy etdik. Sonra studiya adəti ilə ilk günü şampanla yumaq üçün ziyafət verməyi də nəzərə aldıq. Budur, Port İliç körfəzi, 21 iyul 1967-ci il. Səhər indi açılıb. Çəkiliş qrupu xüsusi hərbi sal üzərində öz yerini tutur. Aktyorların mindiyi qayıqlar görünür. Pirotexniklərə işarə verilir. Çəkiliş başladı. Birinci kadr, birinci dubl. Birinci, üçüncü, beşinci partlayış. Hər şey əladır. Altıncı. Ayaqlarımızın altında nəsə güppüldayır və tam sakitlik çökür. Özümə gələndə dəhşətli mənzərə gördüm.